Hər vaxtınız xeyir olsun və tamaşaçılarımız, Zaur necəsən? Çox gözəl və sənin o əla əhval-ruhiyyən təbii ki, bizə də keçib və tamaşaçılarımız sizə gözəl əhval-ruhiyyə arzu edirik. Depressiyalardan yəqin ki, biz ətraflı şəkillər hər zaman danışmışıq, amma depressiyalar yəni müxtəlifdir. Səhnə depressiyasından danışmamışıq yəqin ki. Bura gələn tamaşaçılarımıza salam verəm, daim tamaşaçılarımız gəlir. Demək, səhnə depressiyasından heç danışmamışıq yəqin ki. Bugün biz sizə səhnə depressiyasından danışacağıq. Çox maraqlı bir mövzudur. Əslində, səhnə adamları, sənətdə olan insanlar o qədər həssasdırlar ki, həmin o həssaslığa görə də daim olaraq səhnədə inciyirlər, küsürlər və bilirəm ki, biz bugün nə qədər də sizə belə sənətkarlarla gözəl qonağımız var, sənətkar da var içərisində. Və yəni depressiyadan idi, o depressiya deyil də, bu sevgi depressiyasıdır sənin də hal-hazırda səsləndirdiyin, depression manısı. Səhnə depressiyası. Bəlkə də səhnə adamları da elə depressiya düşəndə belə olur. Biz görürük, məsələn, səhnədən uzaqlaşdığı zamanda depressiyalar zamanı kökəlirlər. Orada deyir, yedim, kökəldim. Ümumiyyətlə, o depressiyaları aradan qaldırmaq üçün hansı vasitələr var? Səhnədə olan depressiyalardan gedir ha söhbət. Mən də özüm də paylaşacağım öz bildiklərimlə. Biz də səhnədəyik də. Bizim qədər səhnədə olan var. Biz də səhnədəyik. Və səhnədə olan depressiyalardan azad olmaq üçün nə etmək lazımdır? Ümumiyyətlə, xanımların depressiya düşmək səbəbləri müxtəlifdir kişilərlə müqayisədə. Amma məhz sırf səhnədə, sənətdə olan insanların depressiya düşməyin səbəbləri də fərqlidir. Odur ki, cinsləri bugün bölmədən səhnədə olan depressiyalar zamanı nələr baş verir və depressiya düşməməkdən ötürü nə etmək lazımdır? Çox maraqlı qonaqlarımız var. Elə yeri gəlmişkən söyleyeyim ki, Şəbnəm Tapdıq qızı, çox gözəl, dəyərli yazarımızın qızı. Bugün bizim qonağımız bir neçə dəqiqədən sonra bizimlə bərabər olacaq. Hələliksə mən zaman vaxt itirmədən sizə sponsorlarımızdan danışmaq istəyirəm. Mən depressiya düşürəm artıq. Mahnını. Bəli. Əziz tamaşaçılarımız, bax burada gördüyünüz Femina Xəz Qalereyasıdır, Femina Xəz aləminə. Siz də gedin və orada endirimlərdə olan xəzləri əldə edin. Qiymətlər münasibdir və 050 338 38 əlaqə nömrələridir. Femina Xəz Qalereyasında sizin zövqünüzə oxşayan bir çox xəzlər var və elə gördüyünüz bax bu xəzlər də Femina Xəz Qalereyasındandır. Növbəti sponsorumuz isə Life Color Plus-dur. Life Color Plus sizin saçlarınızı boyayacağınız ən ideal saç boyasıdır. Life Color Plus-dan ümumiyyətlə çeşidlər müxtəlifdir, saça qulluq vasitələri də müxtəlifdir. Siz də Life Color Plus-un saça qulluq vasitələrindən istifadə edin. Çünki əminəm siz artıq onu istifadə etdikdən sonra saçlarınızın nə qədər keyfiyyətli olduğunu görəcəksiniz. Burada ümumiyyətlə pen çəkməzdən öncə biz bilirik ki, o penin təsirindən, istisinin təsirindən saç yana bilər. Təbii ki, yanar. Mən hər zaman ustaya gedəndə deyirəm ki, əlimə tut o peni, dəriyə tut. Bir saniyə belə saxlamaq olmur. Və necə düşünürük biz? O saçımızın dərisini yandırmırmı? Təbii ki, yandırır. Və saç qulluq vasitələrini mütləq istifadə etmək lazımdır. Və mən bütün bax bu qaydalara əməl edirəm. Ola bilər ki, məhz bu səbəbdən də uzun illərdir ki, şəxsən öz saçımla belə var və
digər vasitələrdən istifadə etməm, şükürlər olsun, qoruyuram ən azı. İnşallah ki, lazım olmaz. Növbətdə bizim sponsorumuz isə intellekt dəhəbləridir. İntellekt dəhəbləri sizin üçün çox gözəl, əvəz olunmaz bir vasitədir ki, əziz tələbələr, siz hansısa bir demək ki, dərsi oxuyursunuz. O dərsi oxuduqdan sonra istəyirsiniz ki, sizin yaddaşınıza həkk olunsun və o yaddaşınıza həkk olunmaqdan ötürü də nə istəyirsiniz edin, amma o yadınızdan çıxır. Fərq etməz, siz tələbəsiz, tələbə deyilsiniz. Mən son zamanlar özümdə şəxsən həddindən artıq çox yaddaşda, belə deyək də, yadırğamalar müşahidə edirəm. Və ötən günü bunu söylədim ki, kəşke intellekt dəhəblərindən mən də istifadə edim, gərək artıq edim. Çünki bitki tərkiblidir, heç bir qorxusu yoxdur və intellekt dəhəblərinin sizə xüsusi bir enerji verəcək və o enerji sizə imtahanların öhdəsinə gəlmək üçün yəni çox gözəl bir vasitədir. Odur ki, intellekt dəhəblərini bütün apteklərdən soruşa bilərsiniz. Növbəti bizim sponsorumuz isə bu Niagaradır. Niagara sizin övladlarınızın, sizin özəl günlərinizi, doğum günlərinizi, nişan, toy, düğün, yəni o özəl günləri qeyd etməkdən ötürü çox ideal bir məkandır. Niagara'ya gedəcəksiniz və Niagara'da o şəlaləli məkanda siz həqiqətən də çox gözəl bir show proqramı həm izləyəcəksiniz, həm də ki artıq o bağça olub bir şüşəli zal. Xüsusi peşəkar insanlar dəvət olunub, o beyaz zaldır. Bilməm, şüşəlidir, amma niyə beyaz gəlir mənim? Onun içərisinə girəndə mənim gözümdə beyaz zal kimi yadda qalıb. Çox şıxlıdır, çox. İnsan belə əhval-rüyəsi olmasa, o Niagara'nın şüşəli zalına girəndə qəribə bir insana əhval-rüyə bəxş edir. Və nə yaxşı ki, artıq belə məkanlar var. Mən hətta o zalı görəndə, Niagara'nın zalını görəndə dedim ki, bu yaxınlarda hansısa yaxınlarımın, tanışlarımın toyu olsa, buranı məsləhət görərəm. Çünki yəni belə masalar düzənləmək olar. Çox yaxşı, gözəl bir ab-havada. Məsələn, bilmirəm Zaur, sən necə bəyənirsən, amma mən də açıq havada toy çox bəyənirəm. Xüsusilə də son zamanlar deyərdim ki, bu həm də dəb halını alır. Doğrudanmı? Dəbə görə deyil, amma hər zaman mən belə təsəvvür edəndə mənə elə gəlir ki, təbiətdə və gecə deyil, günorta zamanı, bəli. O toy belə baş tutacaq, belə mən o gözümdə canlandırdığım bir məkansa Niagara'dır, müraciət edim. Növbəti bizim sponsorumuz Solitem Klinikasıdır. Solitem Klinikasının həkim kosmetoloqları sizin qayğınıza qalacaqlar. Cildinizlə bağlı həkim problemləriniz varsa Solitem Klinikasına müraciət edin və Solitem Klinikasında təbii ki, sizin üçün xüsusi olaraq məhz cildinizlə bağlı problemləri aradan qaldırmaq üçün pulsuz müayinələr və müalicələrdə 20% indirim təqdim olunur. Odur ki, bax bu fürsəti əldən verməyin. Bu çox gözəl bir fürsətdir sizin üçün şəxsən, mən bunu söyləyə bilərəm. Növbəti bizim sponsorum, Solitem haqqında bir də onu söyləyeyim ki, mənim dilləri ki, o bədən ölçülərinin kiçilməsi hazırdadır Solitemdə də. Aygün adında xanım var orada, çox gözəl bir peşəkar bir xanımdır. VeloShape aparatı yalnız Solitemdədir. Bunu digər aparatlarla səhv salmayın. Çünki mən elə öncə ora getməmişdən işdən öncə həkimlərə belə deyirdim ki, orada belə bir aparat var ki, hansı ki piyi əridir, yağı əridir, dərini yığır və selülitlərdən sizi azad edir. Fərq etməli siz nə qədər yaşınız var. O aparat sizi həqiqətən də gözəlləşdirəcək. Mənə həkimlər belə deyirlər ki, inanmırıq. Yəni o dərəcədə böyük bir effekt verə bilməz və bizdə var o aparatdan. Gedirdim, baxırdım, gördüm, yox, heç də o deyil və deyə bilərəm ki, Azərbaycanda yalnız Solitem Klinikasında məhz o VeloShape aparatı var. Və istəyərdim sizə Ulduz 2255 nömrəsindən xəbər verim. Yazın, qeyd edin, hamımızın mobil telefonda bu nömrə olsun. Ulduz 2255 sizin taksinizin nömrəsidir. İstəyir avtomobiliniz olsun ya da ki, olmasın. O qədər olub ki, başımıza da gəlib ki, hansısa məkana gedəndə orada bizə taksi lazım olur. Ulduz 2255 nömrəsini yığırsınız və elə 5 dəqiqə sonra taksi sizin qapınızda olur. Və Iceberg. Iceberg elə bir məkandır ki, Şıxov tərəfə gedəndə görəcəksiniz ki, orada bir Iceberg adında bir otel var. Mən də bəlkə bir 100 dəfə yanından keçmişəm, diqqət yetirməmişəm və getdim, baxdım, sən demə Iceberg o bina görüntünün qarşısını alıb, yalnız binanın o tərəfində, Iceberg'in o tərəfində çox gözəl bir səhnədir. Hal-hazırda monitorda da siz görürsünüz, çox gözəl bir səhnəsi var. Bax, o baseyin, elə bir ki, bilet almışsınız, hansı xarici ölkəyə getmişsiniz, hansı xarici ölkəyə gedəndə Bodrumdur, Kəmərdir, Quşadasıdır, hara gedirsinizsə gedin. Bizə istirahət yerlərindən baxırlarsa, hamıya gözəl istirahət arzu edir. Yəni, heç kim onu inkar etməz ki, otel gözəl xidmət lazımdır olur və münasib qiymətdir Iceberg'də, Şıxovdadır və dəniz məhsullarının çox gözəl bir mətbəxdir. Mütləq ora gedin və o gözəl yeməkləri dadın. Bu qədər gülümə təşəkkürünüzü bildiririk, gözəl güllərdir. Və o
güllər haqqında isə sizə bir şey söyləmək istəyirəm ki, ümumiyyətlə Gülümün belə deyək də fantaziyası bitib tükənmir. Çünki baxın, görün nə qədər maraqlı bir şey hazırlayıblar. Gül niyə solmur? Çünki suyun içərisindədir. Görün nə qədər gözəldir. O qədər mənə pozitiv enerji gəlir bax bu güllərdən. Gülüm, təşəkkür edirik sizə. Çox sağ olun, zövqlü insanlar. Və təbii ki, evladlarınızı gəzdirmək üçün məkan axtarırsınız. Ay, bu həftə uşaqları hara götürüb apara? Düşünməyin çox. Yəni ki, Olimpik Star illərlə körpələrə, uşaqlara hürmət edən bir məkandır. Amma Olimpik Star məhz sizin üçün, siz valideynlər çox əvəz olmaz bir şəraiti var. Niyə? Səhər evladınızı aparırsınız, siz də rəfiqənizi götürün, analar və yaxud da ki, papalar öz dostlarını götürsünlər. Bir ailəlikcə gedirsiniz, oturarsınız orada bir çay içərsiniz, gözəl mətbəxi də var, amma evladlarınız orada atraksiyonlar var, oyunlar var, süni zoopark var, hansı ki, nəhəng heyvanlar hamısı orada o zooparkda ki, Afrika cəngəlliklərinə bənzər, çox maraqlıdır və çox gözəldir. Və Olimpik Starın peşəkar bir məşqçilərdən ibarət zalı var. Söhbət peşəkarlardan gedirsə, mən Rəşvin adını mütləq vurğulamalıyam. Çünki Rəşvin həm həkimdir və gözəl insandır. Gözəl insandır və həkim olaraq sizə düzgün istiqamətdə necə qidalanmaq lazımdır. Ümumiyyətlə, Rəşvinə görüntüsünə baxanda bilirsiniz ki, burada əməlbaşı bədən tərbiyəsi gedir. Bədən də düzgün tərbiyə olanda ruhun tərbiyəsi gedir. Düz hərdən üstə düşməyə bilir. O qədərdən insan yanılır ki, baxırsan ki, bədən gözəl, ideal, amma bu başqa mövzudur, bu mütləq bir dəfə eləmək lazımdır. Və xanımlar tərəfdə bir Şəms xanım var, gözəl bir xanım da olar salamlayaq. Və əziz tamaşaçılarımız, bizim bir elanımız var axı. Bu həftədə, bax bu həftə, 21-də, iyunun 21-də, axşam saat, cümə günü, axşam saat 22:00-dan, yəni əsr belə dincələmək o zamanı, Bakının ən gözəl istirahət məkanı Cümeyra Bilgə Beach Oteldən 106 FM və 106 FM bizim doğma radiolar sizlərin çox yaxşı alqışlasınları. Radyosunun sevilən aparıcıları və dinləyicilərinin sevimli ifaçısı Zamiqlə əyləncəli super bir axşam gözləyir. Həmçinin biz də oradayıq. Oradasınız, təbii. Qeyd etdim. Gəlin, məni də nəzərdə tutursunuz. Əlbəttə ki, siz də nəzərdə tuturuq, amma bir DJ olaraq, yəni ki, bu konsertin davamını mən və mənim, belə deyək ki, mənim həmkarım DJ Alex də orada olacaq və düşünürəm ki, gözəl bir gecə olacaq. Sağlam olay dayı. Tək səbir gəldi, inşallah düşər. Yaxşı olur. Zamiq, salamlayıram, baxırsınız, bizə bilməm, tək səbirlə arası necədir, amma sınamaq lazımdır belə şeyləri. Zamiqlə, deməli, əyləncəli super bir axşam olacaq. Zamiqin o qədər pərəstişkarları var, mən təsəvvür edirəm ki, orada nələr olacaq. Xüsusi bir onun belə dinləyiciləri var və nömrələri qeyd edin. Elə yerli gəlmişkən söyləyim ki, biletlər münasib qiymətədir. Biz hamımız orada olacaq, təbii ki, biz zarafat edirik. ATV-nin orada 106.3, 106 FM orada olsun, biz orada olmayaq. Elə şey ola bilməz, ürəyimiz partlayaq. Və nömrələr 497-45-77 şəhər nömrəsi, indi zəng vurun. Və 497-46-22, bu çox doğma bir nömrədir. 497-46-22, siz təsəvvür edin ki, doğmadır. İndiyənə qədər gecə yuxudan oyatsınlar, desinlər ki, 106 FM radyosu nömrəsi neçədir, mən onu əzbərdən söylərəm. Elə radyo nömrəsi də 497-46-22 və 055-777-97-44. Qısa fasilə. Səhnədə olan depressiyalar zamanı nələr baş verir sənət nümayəndələri arasında? Çox maraqlı bir mövzu və maraqlı əhvalatlar olacaq. Odur ki, diqqətiniz bizdə olsun. Və tamaşaçılarımız hal-hazırda sizə, burada yaxşı xəbərlər var, show biznes xəbərləri çatdıraq mı? Demək, əməkdar artistin oğlu məclisdə xeyli pul itirdi. Belə bir xəbər var, Milli Azdan almışıq bu xəbəri. Əziz Seycanın oğlu külli miqdarda pul uduzdu və Əziz Seycanın oğlu Ələkbər mərc oyunlarında külli miqdarda pul uduzub və bu haqda Space Bazar verilişində məlumat verib. Oğlunun bu qədər pul itirməsinə isə Əziz Seycan bərk əsəbləşib. Belə bir məlumatdır. Mərcə tez-tez girir yəqin Ələkbər.
Digər bir xəbər isə ondan ibarətdir ki, Azərbaycanlı müğənni evlilik təklifi aldı. Söhbət hazırda Maldiv adasında istirahət edən, dincələn müğənni Ayan Babakişiyevadan gedir. Sürprizlə qarşılanıb oradan. İstirahətə sevgilisi ilə yollanan sənətçi evlilik təklifi alıb. Ayan ona hədiyyə edilən üzüklə fotolarını Instagramda paylaşıb. Bu da təklif sözlərini yazıb. Bax belə, üzüyü də hal-hazırda efirdə görürsünüz. Allah xoşbəxt eləsin. Nə deyirik ki? Allah xoşbəxt etsin və əminəm ki, Ayan hər zaman sevgisini etiraf edən, çox cəsarətlə etiraf edən bir xanımdır. Bu cəsarəti də yəqin ki, onun sevdiyi insan ona bəxş edib. Bunda şəkili görəcəksiniz. Ötən günü mən bu şəkili görəndə çox bəyəndim və fikirləşdim ki, Kənan, sənin bugünə qədər yazdığın şeirlər əbəs yerə deyilmiş. İllərin Kənanıdır. Kənan əmimdən gedir söhbət. Sibircanın mühafizəçisi olub Azərbaycana Sibircan gələndə və rejissor Kənan əmim bax o şəkilləri ilə bu yaxınlarda paylaşıb və Facebookda da paylaşıb, Instagramda da gördüm bu şəkilləri. Bu Kənandır. Yanında da Sibircanın təbii ki səs salmaq olmaz başqa bir xanımla. Sibircanlı bir neçə il bundan öncə gəldiyində bu demək Kənanın 2000-ci ildə söhbət 13 il bundan öncə maşallah 13 il bundan öncə amma yaxşı qalıb Kənan 13 il bundan öncə yaxşıdır. Daimi idmanla məşğul olur və istər-istəməz bu da özünü bir üzə verir məncə. Bəli. Aydındır. Və bilməm daha sonra bu ayın 25-də də Sibircan gəlir. Bilmirəm yenə də mühafizəçi rolunda olacaq yoxsa yox. Gəlir Kənan. Bilmirəm kim gələsin bir də 13 ildən sonra qaydaq, öncəyə qaydaq. Bilmirəm necə təsir bağışlayacaq. Amma məhz Kənan əmim belə maraqlı şəkillərini paylaşıb. Sonra növbəti bizim xəbər Abbas Bağırov haqqındadır. Ümumiyyətlə Abbas Bağırov belə deyək ki, əməkdar artist Eyüp Yaqubovla sözlər yenə düz gəlməyib. Və Eyüp Yaqubov Atımlı maqazin verilişində deyib ki, yerli şou biznesdə onun janrında oxuyan çox adam var. Məni yamsılayanlar çoxdur, amma bu məni narahat eləmir. Çünki digər müğənniləri yamsılayanlar da var. Mənim də davamçılarım olmalıdır, ya yox. Bax, bu Eyüp Yaqubovun fikirləri idi. Bağırov isə həmkarının fikri ilə razılaşmıyor. Bu hesab edir ki, onların oxu tərzini heç müqayisə etmək də olmaz. Və aralarında heç bir oxşarlıq yoxdur. Növbəti xəbər isə mənim heç vaxt, demək Təranədən gedir, söhbət prodüser Təranə Səmədova bir müddət əvvəl işbirliyinə son qoyduğu müğənni Günay İbrahimli haqqında danışır. Bilirsiniz ki, Günay İbrahimli Təranə ilə çalışırdı, son 1 il, 2 il olar mı? 2 ilə yaxın. Və Günayın məşhurluğunu bundan sonra azalacağını deyib. İl yarım Günayla işlədim, onu tanıtdım, yükseklərə qaldırdım. İndi ayrılmış, o daha əvvəlki kimi olmayacaq. Mənsiz yox olacaq. Məşhurluğunu tamam aşağı düşəcək, işləri zəifləyəcək, Günay kölgədə qalacaq. Vay, 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 vay. Və prodüser bildirib ki, Günay İbrahimli onun məşhur etdiyi ilk müğənni deyil. Günel də bu şou aləmdə pişik ləqəbi ilə tanıdan mən oldum. Baxaq, görək Təranənin proqnozları necə özünü göstərəcək, necə özünü doğruldacaq. Amma məşhurluq təbii ki, bir çox hallarda maddiyyata bağlı olduğu üçün, belə deyək də, show biznesdə. Bəkim də ola bilər ki, prodüsersız da Günay məşhur oldu. Ola bilər, Təranə, inşallah bunu proqnoz vermək olmaz. Amma sənəti ilə bağlı bir şey deyə bilmərəm. Bunun haqqında sənətkarlar danışsa yaxşıdır. Amma Günay İbrahimli özünə məxsus bir səsi var, gözəl bir xanımdır, mədəni xanımdır. İnşallah hər ikisinə uğurlar arzu edirik. Hər ikisinə, konkret belə də ikisinə də eyni münasibətim var. Amma görək, proqnozlarına əsasən Təranə necədir. Və bu xəbərlər idi. Bu xəbərlərdən sonra isə indi sizə səhnə depressiyalarına danışacaq qonaqlarımızı dəvət edəcək. Həmin o qonaqları da bir-bir də studiyamıza çağırırıq və gözəl musiqilər də bugün eşidəcək. Söhbət əgər səhnə depressiyasından gedirsə, heç bir zaman depressiyaya düşmə bir xanım var və verilişdən öncə maraqlı bir fikir söylədi. Dedi ki, Naynə, kimin sənəti yoxdursa, əlbəttə o insan depressiyaya düşər. Söhbət Şəbnəm Tapdıq qızıdan gedir. Xoş gəldiniz Şəbnəm xanım. Hoş geldiniz. Hoş gördük, salam.
Görürüm çok güzel insanlar var bugün, tamaşaçılar var. Hoş geldiniz. Ürəyiniz sağlıqda, istəyir otura bilərsiniz. Mənim yanımda, buyurun. Lap yaxşı. Və gözəl səsi, sənəti olan bir yaraşıqlı müğənni dəvət edəcəm bura. Söhbət Əkbərdən gedir. Niyə onu dəvət etmişik? Səbəbini də açıqlayacağım. Əkbər, xoş gəldin proqramımıza. Teşekkür edirəm. Çox sağ ol, çox teşekkür edirəm. Çox sağ ol. Necəsən? Hər şey əla düşür. Yaxşı da. Biz mahnıdan başlayırıq, yoxsa ki bir söhbətdən? Mahnı gəlsin. Mahnı gəlsin. Her şey bir gün yok olacak bir anda. Bunu bile bile sevirem seni. Ben bilirim bu sevginin sonunda hayat sensiz koyup vuracak beni. Vurup sındırsa da yine razıyım. Sana değer bütün ağır azaplar. Sevmesem de sen ol benim yanımda. Sen olmasan bir gün beni kim anlar? Yanımdan ayrılma, yaşayıram ben. Nefesimde sensen, havam suyumda. Yanımdan ayrılma, yaşayıram ben. Sevmezsen de sevirem de yalanlar. Yanımdan ayrılma, yaşayıram ben. Nefesimde sensen, havam suyumda. Yanımdan ayrılma, yaşayıram ben. Sevmezsen de sevirem de yalanlar. Ben özüm seçmişim belə sevgili. Senin günahın yok, günah mendedir. Düşünme neler çekirem indi. Sadece düşün ki sevgim senledir. Sen benim doğrumsan, yalan dünyada sen edilsen bana, unutma bunu. Senin gözlerinle baktım hayata, düşünmedim evvelini sonunu. Yanımdan ayrılmam, yaşayıram ben. Nefesimde sensen, havam suyumda. Yanımdan ayrılma, yaşayıram ben. Sevmezsen de sevirem de yalanlar. Yanımdan ayrılma, yaşayıram ben. Nefesimde sensen, havam suyumda. Yanımdan ayrılma, yaşayıram
Teşekkür ederim. Mən sizi birinci dəfə də görürəm, inciməyin, yaxşı oxudunuz. Teşekkür ederim. Mənə elə gəlir ki, Əkbəri də kim görsə depressiyaya düşəcək. O oxumağı bacarmayanlar. Çünki Mən bilməzdim. mövzu deyirlər depressiyadır. Depressiyaya mən onlar başlayım. Siz artık O başladınız. kəslər depressiyaya düşür ki, mikrofonu əlindən alıb istəyirsən mahnı oxu. Oxuya bilmir. Bax, onlar depressiyaya düşür. Sənət olmayanlar. Amma mən nə qədər də rever, nə qədər də bolluq olsa da, mən görürəm bunun səsini, axı mən siz oxuyanda mən artıq sintezatormu təsəvvür edirəm, o səsləri götürür, zilləri götürür. Elə Əkbər bir məkan var, indi reklam olmasın deyə bilmirəm. yox, bəyəndim. Elə yalnız fortepiano ilə ifa edir o məkanda. Biz gedəndə yaxşı bilirik ki, oxudu. gedib bugün gözəl musiqi işləyəcək və hər zaman gedirəm ora yalnız Əkbərə görə. Çok sağ olun Anne Biz Hanım. yaxşı balıq da verirlər orada amma Əkbəri dinləmək üçün gedirəm mən ora. Çok sağ olun. Çok sağ olun. Əkbər, indi Şəbnəm xanım millərlə sənətdə olan bir Mən gözəl bizim... artıq 17 yaşından oxuyuram, 33 ildir Bəli. sənətdəyəm də. İndi mənim öz tələbələrim də var. Gəlirlər, çox həvəslidirlər bu sənətə. Bir depressiv mahnımız varsa zar depressiyaya aid. Sən görmələr nətər depressiya, bizə necə depressiya. Ümumiyyətlə deyirlər ki, musiqi qədər insanı depressiya salan, yəni ikinci belə vasitə yoxdur. Hətta mən radioda əhvalım olmayan zamanlar bunu hiss olunurdu və Avropa Plus radiosunda mən eşitmə görə otaqlarında belə bir söz yazılıb. Nravится muzika, слушай дома. Yəni bizim DJ-lərdə. Amma təbii ki, bu qeyri-peşəkarlıq olar. Musiqi depressiyaya salır insanı, yoxsa Həzin necə? musiqi insanın bütün o qatını dəyişə bilər. Mənim elə mahnım vardı ki, bizim bir aparıcılardan biri, mən o mahnını oxuyanda Aynes Çemlə başladı ağlamağa. Hansı mahnı idi? Bilmədim. Məhəbbət yolunda külə döndüm mən, bir bülbül həsrətli gülə döndüm mən, göz yaşım bulandı, sələ döndüm mən. Gördüm elə ağlayır. Qəşəng mahnıdır o. Hə. Mən öz mahnımdır. Aranjmanı Cavanşir Qoriyev. Özünüz bəstəmisiniz onu? Özüm. Şeiri, sözlər. Sözləri yox, bir başqa adamındır, Cümşid adında bir şairindir. Ümumiyyətlə bilirsiniz, fransızca ilk dəfə mən oxumuşam. Fransızca, özü çox savadlı. İndi bəzi iradlarım var, mən onlara qulaq asanda depressiyaya düşürəm. Bir var je t'aime, bir də var je t'aime. Bu je t'aime... Oxumuşsun onu. No. 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 Fransızlar deyil, no. Amma mənim var. Pardonnez-moi, ces caprices d'enfant. Pardonnez-moi, ces caprices d'enfant. Mireille Mathieu'nin səsidir də. Mənim səsim. İkinci Edith Piaf yox, Mireille Mathieu. Mən onun vurğunuyam. O Jötem'e aid nə dedi? Siz mən... Jötem oxuyanda, Jötem pamuk Любовь da, elə zimlə bilmirəm, qarışdırıram. Jötem sözü... Sevgidir, mən sevgi. Je t'aime, c'est malgré moi, c'est malgré toi, je t'aime. Bir bax, bunu belə oxuyasan, bir də var, je t'aime. Abalam, bu efirə baxanlar var axı, savadlı adamlar var. Bizim bir görüntümüz vardı, əgər varsa, rejissorumuz Fəxri xanım belə şey deyil. Mən belə bir rəqs var idi, o mahnının sədaları altında. Depressiya düşürəm. Aha. Görüntü gelsin sonra danışarıq, söhbət davam eləyərək. Nə dedi siz? Deyir, mən belə ifaçıları görəndə, savadsız ifaçıları, mən depressiyaya düşürəm. Açığı. Mən elə gəlir ki, bunların çoxsunu efirdən yığmaq lazımdır. Mən elə gəlir ki, bəzi müğənnilər üsyana başlayacaq. Əsl sənətçilərə yol verin, qoy onlar oxusun. Yetər də, bəs sizə nə qədər olar da. Mən də xırtdəkdəyəm ha. Doğrudan. Oxumağı bacarmayanlar hər Kiminlə sənə görəndə xırtdəyə gəlir? Var. Sənəti yoxdur, ortalıqdadır. Məsələn də siz... Dünya ad çəkməliyəm. Sabah kişidə getdiyim yerdə adamın salsın məmisini, o da mənə döysün. Mən axı özümü hörmət eləyirəm. Valla, insan özünə hörmət eləməlidir. Yox, yəni Şəbnəm xanım, mən Şəbnəm xanımla razıyam. Yəni, Mən razıyam, bax, yəni, çox gözəl oxudu. Ola bilsin ki, Şəbnəm xanım məni tanımır, yəni efirdə görmür. Yox, yadıma düşdü. Yəni ola bilsin ki, mən efirlərə də az-az çıxıram. Niyə görə? Yəni səbəb var. Səbəb var, Şəbnəm xanımla mən tamamilə razıyam. Yəni indiki zamanda show business dırnaq arası yəni yoxdur. Yəni bu biznesdə gənc müğənnilər gələndə, yəni mən deyirlər. Mən xoşuma gəldi üçün. Yox, siz indi Əgər bəyənməsəydiniz, yox, siz indi dediniz ki, bəyənmirsiniz. Yəni mən söz üzə deyirəm, ona görə mənim yerim biraz acı düşür.
Bilirsiniz, bir dəfə bir tədbir idi, balaca otaq idi, Qadınlar Cəmiyyətində, imkan ver danışım. Qadınlar Cəmiyyəti idi, Daragoy, слушай, значит, Allah rəhmət eləsin Zemfira xanıma, o məni çox istəyirdi, çağırdı tədbirə. Şəbnəm, bugün gəlməlisən, ruskoязычный idi. İmенно должна спеть историю любви на французском. Dedi, yaxşı, mən gələcəm. Orada bir neçə müğənni də var idi, at çəkməyəcəm. İndi oturub mənə qulaq asırlar, canlarına birə düşürək, böyük adlar da alırlar, neysə. Bu məni görəndə başladı tir-tirəsməyə. Çıxdım, oxudum. İndi bu çıxıb oxumalıdır. Bunun səsi çıxmır axı. Mikrofon oxuyandır. Nə səsinin gözəlliyi. İnanın ki, orada xanımlar əyləşmişdi. Deyir, Şəbnəm xanım da çox gözəl oxudu, Flankəs xanım da çox gözəl oxudu. Dedim, o xanım kimi hamı oxuyar. Amma Şəbnəm kimi hamı oxuya bilməz. Tutardı. Mən sübut eləyərəm, yer versinlər, məkan versinlər, çıxış verin. Görün, biz sizə nələr göstəririk. Niyə bizi ağzımızı qapatmışsınız? Daha xüttəkdəyəm, mən əsəbləşirəm. Şəbnəm xanım, demək ki, depresiya düşə bilirsinizmi sizi istidadsızlar görəndə? Ay sənə qurban olun, bax, ştanqanı qoyursan, ay başıma dönüm, mənə düz başa düşür. Mən özümdən razı deyiləm, mən əksinə özümdən narazıyam ki, mən bu səhətə niyə gəldim? Gəlir ştanqanı qoyur, gücü olan bunu qaldıracaq, hə? Bəli. Gücü olmayan onu qaldırmır, bu dəqiq elmdir. Acın. Amma bu sənət elə bir günə qoyublar, hamısının əlinə mikrofon veriblər, hamısı oxuyur. Al bu mikrofonu bunun əlindən də. Yəni indiki zamanədə çox asandır, yəni ulduz olmaq. Yəni əgər para varsa, yəni problemsiz, yəni səssiz insanlar çoxdur. Yəni bu sənətdə can qadan alın, bir qulaq Şəbnəm xanım, pul məyər hər şeyi həll edir. Şəbnəm xanım, sizə elə gəlirmir ki, tamaşaçılar hər şey hiss edir, görür və tamaşaçını aldatmaq mümkün deyil? Tamaşaçı bezir, tamaşaçı deyir, mənə də deyir. Mən mağazinə gedirəm, dükanlara, hara gedirəm, mən öz maşınımdan minirəm, maşallah, gölünə gündəyəm, əllərim qapqara yanıb, rulunun arxası. Gedirəm hər yerə, deyirlər, o nə deyir, o biri çıxdı oxudu, o oxuyur, siz qıra. Dedim, ay xanım, məktub yazdı, mən neyiniyim, mən neyi də bilərəm, Biz indi qısa reklam fasiləsinə bağlanırıq. Mən elə o tatdıq o görüntünü bir yaxşı bir sevgi səhnəsində izləyəcək. Elə o dediyiniz jətəmi də işləyəcək. Mükəmməl tərzə əslində necə olmalıdır elə onu da görəcək. Çox maraqlı bir gün. Moi parler français. Moi parler français. Ağzından hörrə tökən fransızca danışır, ay qardaş. Siz onda mükəmməl bilirsiniz də fransızca. Mənim əsl nəcabətim var, mənim qohumum var, fransız. Oxşarlığınız da var, beləsin. Biz deyirəm, mənim nənəmin, bir dəfə nənəmin, ana nənəmin, 6-cı nənəsi milliyyətçi olub Fransalı. Nənəvizin 6-cı nənəsi, necə tapdınız onu? Mənim anam keçən il getdi Balakən rayonunda araşdırmağa, orada gülülər nəsil yaşayırdı. Gülülər, öz olur türk dilli nəsil, türkçə danışırlar. Məsələn, onlar danışanda biz başa düşmürük. Ha bu var ya, ha bunu böyle qoysana, ha buraya gəlsənə. Və anama deyirdim, danışma da mənə köy dili, kəndçi dilidir. Ay qız, bu bizim dilimizdir. Türkiyəyə getdim, gördüm, hamı belə danışır. Sevdim bu ləhcəni. Nənəmə deyirdi, eni abaya, eni abay necəsən? İşlərim eydi. Aydındır. Deyirəm, ay nənə, ey nədir? Qısaca fasiləyə ayrılırıq Şəbnəm xanım. Təbii ki, bu mövzunun davam edəcək səhnədə olan depressiyalardan səbəb biri bu oldu ki, səsi olmayan müğənni, o müğənninin əgər səsi yoxdursa, o depressiya düşə bilər. Nə savadı, nə əqidəsi, məyər müğənnilik elən necə gəldidir? Görün, bunların orta statlarını araşdırın, görün, bunlar məktəbdə necə oxuyublar? Bəli, reklam fasiləsindən sonra. Çox aktualdır, tamaşaçılarımız və biz davam edirik. Ümumiyyətlə, səhnəyə düşən insan, depressiyaya düşən insanların səbəbləri müxtəlifdir. Bəli, sizin söylədiyiniz sənətə olmamaq bu başqa məsələdir. Bax, deyirsiniz, neçə illərdir mən səhnədəyim. Reklam fasiləsində o qədər dolğun informasiya verirsiniz ki, yəni, deyirsiniz ki, bu sizin sənətiniz pikdə idi. Sovet vaxtında mən pikdə idim. Sənətiniz pikdə idi və sadəcə sizin belə də elədiniz ki, qoymadılar məni gedim qabağa, imkan yaratmadılar. Hərdən sizin bir şey, fikrinizi bir həqiqət var ki, mən son dönəmdə də bunu çox hiss etmişəm. Əkbər Bəkəm, sən də bunu şahidisən. İstedadsızlar bir-birlərini o qədər tərifli bir əylik edirlər ki, istedadının adını çəkməkdən qorxurlar. Çünki oxudursalar və yaxud da ki, adını çəksə, onun istedadının qarşısında o istedadsız görünməyəcək. Və mən bunu son zamanlar
hər yerdə hiss edirəm. Məclislərdə hiss edirəm, səhnədə hiss edirəm, xəbərlərdə hiss edirəm. Tanımadığım insanlar haqqında gündə o qədər xəbər alıram mən girəndə internet saytlarında. Mən tanımıram, deyirəm, bəlkə mən izləmirəm, biz bütün gün işdə oluruq, efirlərə bəlkə baxmırıq. Əkbər, istəyərdim ki, bax sən özün buna. Yəni mən hərdən efirlərə baxıram, yəni mənim vaxtım yoxdur hər gün efirlərə baxmağa. Amma baxanda mən yəni dəhşətə gəlirəm ki, yəni 80% bu sənətdə, dırnaqarası sənətdə, yəni show biznesdə. Yəni istedadlı insan. Yəni istedadlı insan yoxdur. Yəni istedadlı insan dönə-dönə deməlidirmi Şəbnəm xanım bax girişdə başladı danışmağa. Və yenə də insanlarda yanlış fikir formalaşmasın deyə deyir ki, mən özümü tərifləmirəm. Amma insan haykıraraq bunu deməlidirmi ki, yəni gözünüzü açın, baxın, mən istedadlıyım. Bunu etməlidirmi istedadlı insan? Amma bir dəqiqə, xalqın gözü tərəzidir. Mən harda oluramsa, deyirlər, bu nədir, onlar çıxır oxuyur, sən yox. Yanındakı xanım, həkim xanım belə, deyir ki, yəqin pulu qıtarıb da ona görə. Dedim, xanım, bağışlayın, mən heç vaxt pulla çıxmamışam, səhv yoldasınız. Sadəcə mən Sovet dövründə pikdə idim, bəli, pikdə idim, komsomol xətti ilə, hər yerdə idim. Səhnəyə çıxan mənim səsimi yolunda oxuyurdu. Türk-Azərbaycan musiqisinin sintezini mən gətirmişəm. Hamıda yaşlı adamlar var, onlar bilir. Mənim ilk dəfə çıxışlarımı görən. Çilə bülbülüm oxuyurdum. Aydındır, biz indi istiqaməti dəyişmək mövzumuzun. Sizin bir mahnınız gəlsin, mahnınızı eşidib, danışdıq ki, o qədər dolğun informasiya verirsin. Bu mahnının sözləri xalq şairi Cabir Novruz, musiqisi xalq bəstəkarı Oqtay Kazimi. İlk dəfə də onu mən oxumuşam. Açan çiçeksen, onu yüreğimde besleyeceğim. Sen beni belki de görmeyeceksen, ben seni her zaman gözleyeceğim. Sen benim ömrümde açan çiçeksen, onu yüreğimde besleyeceğim. Sen beni belki de görmeyeceksen, ben seni her zaman gözleyeceğim. Sen gizli gelmişsen ömrüme inan, bu gizli eşk ile yaşayacağım. Dünyanın en ağır yükü sayılan, gecikmiş muhabbet taşıyacağım. Gecikmiş muhabbet taşıyacağım. Başlayacağım, her günü adınla bitireceğim. Seni rüyalarda okşayacağım, seni hayallarda bitireceğim. Her günü adınla başlayacağım, her günü adınla bitireceğim. Seni rüyalarda okşayacağım, seni hayallarda bitireceğim. Sen gizli gelmişsen ömrüme inan,
gizli eşk ile yaşayacağım. Dünyanın en ağır yükü sayılan gecikmiş muhabbet taşıyacağım. Gecikmiş muhabbet taşıyacağım. Sen benim ömrümde açan çiçeksen, onu yüreğimde besleyeceğim. Sen beni belki de görmeyeceksen, ben seni her zaman gözleyeceğim. Sen gizli gelmişsen ömrüme inan. Bu gizli eşk ile yaşayacağım. Dünyanın en ağır yükü sayılan gecikmiş muhabbet taşıyacağım. Gecikmiş muhabbet taşıyacağım. Çok sağ olun. Ha, teşekkür ederim. Çok sağ olun. Çok Teşekkür. sağ olun, çok sağ olun. Biraz kövrəldim. Teşekkür ederik ve hissettik ki okuyudukça. Mən Şəbnəm xanımı yəni çoxdan tanıyıram. Yəni burada əyləşən insanları da mən 100% bilirəm ki, bu insanı tanıyırlar və mən yəni bu mahnını eşidəndə biraz kövrəldim. Yəni mən çox istərdim Şəbnəm xanım, siz tez-tez çıxasınız efirlərə. Yəni mən sizi bir sənətçi kimi anlayıram. Və Böyük sənət adamları təvəzzökar olur. Girmirlər hər qapıya, hər yeri döymürlər. Amma bunu görməlidirlər də. yəni insanlar başa düşürlər və həmişə seçim edirlər və bilirlər kimdir sənətdə. Yəni Mən çox təşəkkür edirəm hamıya. Bu mahnı məni niyə kövrəltdi? Bunun aranjmanı hazır idi. Yarımçıq qoymuşdum. Anam yuxuma gəldi. Dedi get o mahnını yazdır. Getdim yazdırdım. Niyədir yarımçıq qoymusan? Bax belə, onu çox kövrəldim. yəni indi mövzuya kənar biz keçdik. Yəni mən çox istərdim ki, hansısa bir insan yəni sizlə işləsin və sizə kömək eləsin. Yəni əgər məndə imkan olsaydı mən sizə böyük bir dəstək Bəli, o edərdim. kliplərdir, Yəni sizə dəstək lazımdır, sizə bir insan lazımdır ki, qəşəng bir prodüser lazımdır ki, Çox sağ olun. Şəbnəm xanımı, belə bir sənətkarı, gözəl bir səsli olan bir xanımı yəni kömək eləsin və Çox sağ olun, indiki Əksər. zamanədə yəni səssiz xanımlar, səssiz cavanlar çoxdur. Yəni mən Ay səssiz xanımlar sən biləsən nələr danışırlar. Sən yəni dəqiq mən bilirsən. danışmaq Onlar- mən ümumiyyətlə mən onları Yox, bilirsən Əkbər, necə? canım, onlar Artıq o qədər danışır. özlərini aldadıblar və bilirlər ki, Onlar sənətləri danışır, yoxdur. onları amma elə salır. yəni bir günlük müğənnilərdir. Yəni Cənab mən xanım, onları bir siz günlük bax bu Mən- Əkbərdir, siz Axı siz bu bilirsiniz, insanların arasındasınız. Nailə sənə qurban olum. Bir tamaşaçılar- mənə qulaq asın nə deyirəm. 89-da mən Türkiyəyə səfər elədim. Türkiyənin Mədəniyyət Naziri Namiq Kemal Zeybəkin kollektivi vardı Türk ocaqlarında. Mən dövlət xətti ilə türklərlə işləmişəm. Türklərin onların orkestri ilə oxumuşam və heç vaxt çıxıb demirəm ki, ilk dəfə mən getdim belə elədim. İlk dəfə mən getdim belə elədim. Şəbnəm xanım, bax indi mahnı oxudunuz siz, Bəli. kövrəldiniz. Bəli. Çox kövrək mahnı. Gecikmiş məhəbbət, bax belə bir mövzuda. Bu elə bir hərdən elə olur ki, insan bilmədən hansısa bir fikri söylür, ifadəni söylür, şeirimi deyir və yaxud da ki, mahnını və yaxud da ki, hansısa bir əsəri yazır, amma həyatı ona köklənir.
Neçə il bundan öncə oxumusunuz Gecikmiş Məhəbbət? Bu mahnı elə bilmirəm taleyimə düşmədi. Yaşadınızmı o Gecikmiş Məhəbbəti? Bir şey dedim sizə, mən o vaxt deyəcəm. O vaxt mən türk mahnıları oxuyurdum. Oktay Kazımın ürəyi gedirdi mənə görəndə səni. Dedi ki, mən o qıza elə gözəl mahnılar yazacağam. Bax bunu mən Oktay müəllim. Əvvəl dedi nə yazım sənin üçün? Mən oturdum çaldım İstoriya Lübvi. Dedi, "Abi sənə bu üslubda yazacağam." Həmin mahnını yazdı. O mənə çox mahnılar yazıb. Dənizlə məhəbbət, qeyri-adi. Amma bu sənət aləmi elədir ki, insan görsən səni sevən adamlar çoxdur. Amma oxumağa qoymadığına görə deyirsən ki, məndən aralaş. Məndən aralaş. Yəni ona görə belədir. Yəni bu yaxınlarda Nani xanım, bu yaxınlarda Milli Az saytından mən bir müsahibə vermişəm və bir həftə, yəni mən depressiyada olmuşam. Yəni bu səhnədən yəni nə oxumaq, nə efir, nə heç nə, yəni ayrı bir iş tapmaq istirdim özüm üçün. Niyə? Yəni hərdən efirlərə baxanda insan biraz depressiya düşür. Yəni əvvəllər biz efirə baxanda ürək açan... Sözünüzü saat deyil. O vaxt Sovetin dövründə Bədii Şura idi. Kimin nə haqqı vardı bezdarın oradan keçsin? Dinləyək ki, Şəbnəm xanım, buyurun. Yo, mən sizinlə razıyam Şəbnəm xanım. Yəni yeni gələn, yəni paxıllıq söhbət elə bilərlər ki, Əkbər, yəni Əkbər 95-ci ildən bu sənətdədir. Ola bilsin ki, Əkbər yəni az çıxır efirlərdə, amma yəni gündəmdə var, yəni insanlar yəni tanıyan var. Yəni mən hər şey görəndə, yəni efirdə nə baş verir görəndə, yəni insan, mən hərçəng pürcləyəm, yəni insanlar, biz biraz yəni hər şey biz həssas oluruq. Yəni bu yaxınlarda bir müsahibə vermişəm Şahinə ki, mən sənətdən yəni çıxmalıyam, yəni bu biabırçılığı mən görə mən yəni bunu davam edə bilmərəm. Nə idi səni vadar edən, bax o, yəni o sözü, fikir ifadəni söyləməyə? Yəni indi hal-hazırda nə baş verir? Bu həm də adamlandı. Kimin vəzifəli adamı var? Bir məsələ var Şəbnəm xanım. Belə şeylər deyil. Gəlin artıq belə çox qəlizləşdirmək ki, yox, söhbət o deyil. Bəli, elə deyil, yəni. Onlar da bizə mane olur. Deyil, bacarına can qurban. Atalardan belə bir məsələ var. Yox, o yaxşı. Elə bizdən də asılıdır Şəbnəm xanım, elə sizdən də asılıdır. Depressiyadan danışırıq bugün. Bəlkə belə səbəb elə özünüzdə də depressiya düşmüsünüz. Ola bilsin, ola bilsin. Amma hansısa faizlər yəni bizdən də asılıdır. Məndən söz düşür, hə? Bu kimdir Şəbnəm, hə? Amma ora eləsi çıxır ki, başlayandan axıra qədər nə oxuyur? Kimlə oturur durur, hardan gedir, hardan gəlir, kimlə birinci, kimlə ikinci. Bütün onun taleyi minuslar müzakirə olunur. Biz indi bir görüntü var, ona baxa bilərik mi, yoxsa hazır deyil? Hazırdır mı? Jötəmə necə oxudunuz bayaq? Jötəm. O fransızca Mireille Mathieu bir mahnısı idi. Bu başqa Jötəmdir. Je t'aime, c'est malgré moi, c'est malgré toi, je t'aime. Aha. Budur da. Aydındır. İndi biz başqa bir... Aha. Amma əslini dinləyəcək və gözəl bir rəqs baxaq mı? Bəlkə elə o gecikmiş məhəbbət falan, belə bir şeylər də insan təsir edir. Mənsə bir şeydir. Baxaq, olar mı fikrinizi yadınıza Mən niyə xarici ölkədə qalmadım? Mən gəldim Azərbaycana ki, niyə Azərbaycana gözəl müğənnilər olmasın və yəni ki, gəldim öz vətənimə. Orada məni saxlayırdılar. Mən yenə çıxıb gedə bilərəm. Boğazım közümdədir. Qulaq asaq. Baxaq həm də. D'accord, il existait d'autres
dəfə baxaram. Təbii ki, burada məqsəd nə sizə mahnını dinlətdirmək və həm də ki, bir sübut olaraq. Bir kimi Şəbnəm xanım, Ay can. səhnədə olan yaradıcı insan üçün həqiqətən də yanında yaxşı dostlar, gözəl sevdiyi, etibar edə biləcəyi bir insan olsa, hər şey bax bu Mən sizə gördüklərindən bir şey ötəsinə deyim. gələr. O vaxtı mən yaman gəlirdim. 5 nəfər adlarını deməyəcəm. Mənim ətrafımda birləşdi. Aha. Məni uzaqlaşdırmağa başladı. Adlarını- Dostlarınız idi mi? Yox, paxıllar. Mən sizə bir şey deyim. Bu oxuyan fransızdır. Mən Azərbaycanlıdan danışıram. Kim oxuyub axı, kim? Şotayım, nə bilim. Eşitmişsiniz siz? Oxumasınlar. Mən əgər otursam münsiflərdə, mən götürərəm yerdən ayaqqabımı ataram onlar. Mən o qədər Ona əsəbləşirəm. görə sizə otuzurmular da münsiflərdə. Ona görə mən özüm getmirəm münsiflərə. Bax bir də bu mahnı Ay Şəbnəm xanım. mənim yadıma bir mahnının sadı. Yəni- Ты произвольно играешь на инструменте. Azərbaycanca danışıq. Pardon. Yəni Musiqi Akademiyasını Pardon, bitirən biri. mademoiselle. O bir dənə mahnı var. Une histoire d'amour où chaque jour devient pour nous et dernier jour. On ne peut dire tout mal son d'amour. Et quand il est tout près de lui, à regarder mourir sa vie. Story любви. Bu elə bir... Yəni, bu belə bir... Mənim otam elə bildi ki, elə mən elə pikdə də duracağım. Daha görmədi ki, hər bir yanına gəldi, çəkdi ayağımızdan. Depresiyanın başqa səbəbləri də var əslində. Depresiya budur, budur depresiya. Depresiyanın başqa səbəbləri də var. Elə biri də ondan, birini də açıqladıq ki, yanınızda olan, Hələ bir çevrənizdə türkçə olan söyləyeyim insanlarla. Reklam fasiləsindən sonra olar mı? Aha. Olar. Qısaca fasilə, Amma- fasilədən sonra qardeşim. Ayıtsan ömrüme dünyamız tezelener. Arzular dil açar, sözlerim nəğmələner. Ayıtsan ömrüme zülmət nuru bələner. Gözlerim seni gezer, tek seni ay bəxtəvər, tek seni gözler. Gel ki gelişinle bahar gelecek, gülkü gülüşünle bəxtim gülecek. Bir ki yüz dönersen ruhum ölecek. Gel sene kurban, sene kurban. Gel ki gelişinle bahar gelecek, gülkü gülüşünle bəxtim gülecek. Bir ki yüz dönersen ruhum ölecek. Gel sene kurban, sene kurban. Ayıp gel yüreğim, öz ehdinden dönmezsin. Kalbimde mehabbet alıvlansın sönmezsin. Ayıp gel sevgimin, oku taşa değmesin. Gözlerim seni gezer, tek seni ay bəxtəvər, tek seni gözler. Gel ki gelişinle bahar gelecek, gülkü gülüşünle bəxtim gülecek. Bir yüz dönersen ruhum ölecek. Gel sene kurban, sene kurban. Gel ki gelişinle bahar gelecek, gülkü gülüşünle bəxtim gülecek. Bir yüz dönersen ruhum ölecek. Gel sene kurban, sene kurban. Belki gelişinle bahar gelecek, gülkü gülüşünle bəxtim gülecek. Belki
yüz dönersen ruhum ölecek. Gel sene kurban, sene kurban. Gel ki gelişinle bahar gelecek. Türkü gülüşünle bəxtim gülecek. Bir yüz dönersen ruhum ölecek. Gel sene kurban, sene kurban. Gel ki gelişinle bahar gelecek. Türkü gülüşünle bəxtim gülecek. Bir yüz dönersen ruhum ölecek. Gel sene kurban, sene kurban. Gel ki gelişinle bahar gelecek. Türkü gülüşünle bəxtim gülecek. Bir yüz dönersen ruhum ölecek. Gel sene kurban, sene kurban. Gel, gel. Teşekkür. Çok sağ olun, çok sağ olun. Çok sağ olun Şebnem Hanım, çok sağ olun. Şebnem xanım heç vaxt oynamazdı. Görsən necə Çok coşdu. sağ ol. Ben ağır adamam ama bunun musiqisi məni tərpədir. Səsi, musiqisi, Səsi də bəli. var. Qoy görsünlər, çağırsınlar, bəyənsinlər. Çox yaxşı oxuyur. Bir şey deyim sizə. Bir də görsən ki, Şebnem xanım mənə bir şey peki dedilər. efir vaxtı almaqdır. Nəsə? Bir dənə söz dedilər mənə. Deyirəm bəlkə depressiyadan çıxmaq üçün köhnə dostu, köhnə tanışı, çox istədiyimiz insanları görəndə çıxa bilirikmi? Çıxa bilirik. Sərxan sizinlə görüşmək istəyir. Hani? Doğrudan deyirəm. Zarfat edirsiniz. Vırıcı. Ulan mənə elə salıblar. Yaxşı görək. Bu nə deməkdir? Vüqar, bizim Ata mağazindən alqışlayaq müxbirimiz. Xəbərlə gəlib ki, və Sərxan Şəbnəm xanımla görüşmək istəyir. Akziyon. Akdion. Moskvadan zəng vurub və deyib ki, Şebnem Hanımla görüşmək istəyir. Yəni Ay cəmaat, xvaçı da izləyir. Mən elə bilirdim indiyənə qədər. Bax, bunlara inanıram. Врешь? Yox, yox. Сейчас он тебе позвонил. Не ври, да, слушай. eşq olsun bu qara. Ben buradan dostumu salamlayıram bu qara ATV mağazin. Bizim Yox, çok əgər sevilen belədirsə, müğənnimiz. Çok sevilen Əgər müğənnimiz. belədirsə, bizim sevimli müğənnimiz niyə studiyaya zəng eləmir? Çok güzel fikirdi. Позвони в студию. Нет, это проделки. Mən bu prodelkadır, mən aladım. Pускай в студию Yo, звонит. yəni ATV kanalı, yəni muxbiridir. Yəni bu doğru bir məlumatdır. Tanımırsınız Şəbnəm xanım? Tanıyıram. Doğru Ay, bir Bu məlumat. Sərxanla məni az prikol eləyin də. Prikol deyil, doğrudan mən yəni elə mən prikol eləyən oxşuyuram. Hə, indi mən axı bir sarı gəlin oxumalıydım, hə? Aha. Yerdən xahiş elə. Sizin Yuxarı zəhmət sahibə olmasa mümkünsə nömrəni verək. Sahilərin ad gününü təbrik edirəm. Ona can sağlıq, uzun ömür arzulayıram. O sarı gəlin bir yeri var, bir dənə korotkada. Buyurun. Bu sevdalaya sevdadır. Seni mənə verməyəzlər. Neylim aman aman, neylim aman aman. Sarı gelin. Muğam yeri var, muğam yeri var onun. Kaşlar kaman değilim. Halım yamandı neylim. Dağlardan aşmak olmur, yollar dumandı neylim. Yar ey, yollar dumandı neylim. Əslində akustik formada bir dənə disk sizdən Super. gözləyirik. Gözləyirik. Yəni baxsınlar, yəni Ben Türkiye'de bunu okuyanda ağlaşırdı millet. yəni bu sənətdə çox gözəl müğənnilər var Nanə xanım. Tekrar olunmaz. Çox həddindən artıq çox insanlar, gənclər, yəni Şəbnəm xanımı tutur. Yəni hansısa bir insan əgər Şəbnəm xanıma, yəni bir sponsorluq eləsin, yəni yaxşı mənada sponsorluq ayağından eləsin. çəkirlər, Yox, yəni ayağından. yaxşı mənada sponsorluq eləsinlər. Yəni konsert təşkil eləsinlər. Disk. Burada nə disk satırlar Azərbaycanda, nə disk sata bilərlər. Yəni nə konsertlər var. Bəli, bəli. Yəni Bütün Azerbaycan İnsanlar Sağ ol, mən əzizim. 100% bilirəm ki, Əzizim, yəni çox sağ ol. sizin Əzizim, sənətinizdə çox şübhə sağ ol. yoxdur. Çox sağ ol. Mən Azərbaycan xalq mahnılarına
başımı verərəm. Çok güzel. Mən xalqı çox sevirəm. Reçemem Hanım o kadar güzel ifadeler. Bir dənə türk musiqisi. Eğleneceksiniz bir dakika. Şimdi geçirik anons izleyerek Türk musikisi sonra Şebnem Hanım'dan. Yaman. Bekleyeni okuyun bana zahmet olmasa. Nanə xanım məni Ama kısaca da çok az bir parça. mühakimə kürsüsündə oturdum. Deyir, bir dənə bəkləyə. Oxuyacağım kısa və konsert. Gözlerine meftun oldum. Gece gündüz senle doldum. Eğiliyorum yudum seni bekleyi. Eğiliyorum yudum seni bekleyi. Bir yeri var onun, əla yeri. İşte böyle gül dudaklım hey. Sen de gönlüm, sen de aklım. Kalmadı Mecnun'dan Şebnem Hanım. Seni bekleyi. Çok sağ olun, çok teşekkür. O kadar güzel sesiniz var ki ne diyeyim, bilmirəm ne diyeyim. Elə bildim ki hansısa nostalji bir filmə baxıram. Elə bildim ki karifeylerden o filmler olur. Yani ses diyabasonu. Yani hepsi... Ben sponsora teşekkürümü bildiririm. Sonunda da sənə bir mahnı. Femina Xəz Qaleriyasına teşekkürümüzü bildiririk. Hal-hazırda 050 38 38 nömrəsinə müraciət etməklə siz əyləşin zəhmət olmasa zəng vurmaqla əlaqə saxlaya bilərsiniz Femina Xəz Qaleriyasında. 5%, 35%-ə qədər endirimlər oradadır. İntellekt təbləri, intellektinizi yüksəldəcək və intellekt təblərini həqiqətən də əldə etmək üçün apteklərə müraciət edin və çox gözəl siz yaddaşınız bərpa etmiş olacaqsınız və enerjiniz bərpa olunacaq. Növbəti sponsorumuz isə Life Color Plus saçlarınıza qulluq vasitələri içərisində liderdir. Saçınızı boyamaq istəyirsinizsə yalnız keyfiyyətli boyadan istifadə edin və Life Color Plus hal-hazırda qarşınızdadır. Daha sonra isə Niagara təşəkkürümüzü bildik. Şüşəli zal, səs akustikasından tutmuş ən gözəl dadlı yeməklərə qədər Niagaranın bax o şüşəli məkanda, şəlaləli məkandadır. Olimpik Sara təşəkkürümüzü bildiririk. Əyləncənin bir tek ünvanı, peşəkar məşqçiləri, süni zoopark, müxtəlif atraksiyonlar, hamısı bunlar Olimpik Star'dadır. Uşaqlarınızı götürün başqa məkan axtarmayın gəzməyə. Iceberg. Iceberg elə bir məkandır ki, Şıxov yolundadır. Elə bir ki, bilet alıb başqa bir yerə getmişsiniz istirahət üçün. Hovuz, gözəl mətbəx, münasib qiymət, ailəvi oteldə istirahət etmək üçün yüksək səviyyədə çox gözəl bir məkandır. Daha sonra Ulduz 2255 sizin taksinizin nömrəsidir. XTG'ime göre teşekkürler. Stilistimiz Zuli'ye teşekkürler. Salutem Klinikası'na teşekkürlerimiz kısmetoloji bakımdan pulsuz muayenelerine de devam edir. Ve daha sonra bizi yekünlaşdırıqsın. Her birinize teşekkürler. Zaura teşekkürler. Tamaşaçılar teşekkürler. Biz sizinle sağollaşırıq əziz tamaşaçılar. Sonda ise... Bir dənə söz deyim zəhmət olmasa. Bir dənə söz Buyur deyim. tez amma. Yani mən yani demək istəyirəm ki mən bu depresiyadan çıxan bütün dostlarıma çok sağ ol deyirəm. Çıkarttılar Çıxartdı, seni. yani çıxartdılar məni. Yaxşı dostlar Eşq olsun almışam. dostlar. Bu gece ayrılık ismetim oldu. Kırıldı bu gece son ümitlerim. Bütün arzularım uçtu dağıldı. Bu gece konağı oldum hasretim. Bürünüp gecenin karanlığına, indi sensizlikte çırpınıram ben. Bu gece kalbimin gemli sesine, onu unut diye yalvarıram ben. Daha sensizliğe alışmalıyam. Sen ki isteyirdin bunu ezelden. Bu gece ben seni unutmalıyam.
uzanan yollara aparır beni. Bu gece yüreğim gözmeyip ağlar, özünden habersiz çağırır seni. Bürünüp gecenin karanlığına, İndi sensizlikte çırpınırım. Bu gece kalbimin gemli sesine, onu unut diye yalvarırım. Daha sensizliğe alışmalıyım. Sen ki isteyirdin bunu ezelden. Bu gece ben seni unutmalıyım. Bu gece derdime ağlar göğlerde. Daha sensizliğe alışmalıyım. Sen ki isteyirdin bunu ezelden. Bu gece ben seni unutmalıyım. Bu gece derdime ağlar göğlerde. Bu gece kalbimin gemli sesine, onu unut diye yalvarırım. Daha sensizliğe alışmalıyım. Sen ki isteyirdin bunu ezelden. Bu gece ben seni unutmalıyım. Bu gece der